təhsil eksperti Ramil Nurəliyevlə bağlantı edəcəyik. Türkiyə Ali Təhsil Şurası bəzi ixtisaslar üzrə universitetlərə qəbulun azaldılacağını açıqlayıb. Hüquq, stomatologiya, əczaçılıq və memarlıq kimi sahələrdə plan yerlərinin ixtisar olunması diqqət çəkir. Azərbaycanda da gənclərin ali təhsil alıb iş tapa bilməməsi daha doğrusu ciddi problemdir. Bəs bu, gələcəkdə karyeralarına necə təsir edir və bizdə də ixtisasların ixtisara getməsinə gətirib çıxara bilərmi? Bax, bütün bu məsələləri Ramil bəylə müzakirə edəcəyik. Sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Dünyanın bir çox ölkələrində, eləcə də bu yaxınlarda Türkiyədə bəzi ixtisasların ixtisarına başlanılıb. Bu da gənclərin universitet bitirəndən sonra iş tapmaması ilə əlaqələndirilir əsasən. Necə düşünürsünüz? Azərbaycanda da belə ixtisarlar aparıla bilərmi? Məhdudiyyətlər daha doğrusu, ixtisar deməyək də, limit. Ümumiyyətlə, Türkiyə diqqət yetirərsə, Türkiyədə ali təhsil istiqamətində xüsusilə də son illərdə ciddi bir şəkildə tələbə artımı həyata keçirildi. Hal-hazırda Türkiyədə Ali Təhsil Şurası, yəni YÖK kimi tanıdığımız Yüksək Öyrətim Qurumu artıq tələbə sayının kifayət qədər çox olduğunu bildirərək bəzi ixtisaslarda müəyyən ixtisarların edildiyini vacib bildi. Hal-hazırda Türkiyədə 90 milyona yaxın ətrafında belə əhali sayıdır. Ümumi tələbə sayı isə hardasa 7 milyondur. Yəni, düşünə bilirsinizmi? Bu, ümumi olaraq hardasa 8% təşkil edir. Biz beynəlxalq təcrübəyə baxsaq, inkişaf etmiş ölkələrdə, misal Avropa ölkələrinə baxsaq, Almaniyada 84 milyon əhalidir, ümumi olaraq tələbə sayı 2,9 milyondur. Yəni, bu da hardasa 3,1% edir. İngiltərədə eyni vəziyyətdə 3% ətrafındadır. Sadəcə burada Amerikada bir az çoxdur, hardasa 4,5%-dir ümumi əhali sayına görə ortalama. Məhz beynəlxalq təcrübədə xüsusilə də ölkə əhali sayının 3,5% əhatəsində hardasa tələbə sayı nəzərdə tutulur. Türkiyədə həddən artıq çoxdur, yəni ümumi ortalamanın 2 qat üzərindədir. Bu da əlbəttə ki, müəyyən problemlər formalaşdırır. İndi az sonra hansı problemləri formalaşdırır? Onu qeyd edəcəm. Sizə bu məsələdə, bu istiqamətdə Rusiya nümunəsini vermək istəyirəm. Bildiyim 2010-cu ildə Rusiyada ümumi tələbə sayı hardasa 7 milyonun üzərində idi. 2010-cu ildə və 2024-cü ilin statistikasında artıq 3,8 milyondur tələbə sayı. Tələbə sayının çox olması ölkəyə görə müəyyən problemlər formalaşdırır. Yəni, burada söhbət ali təhsildən gedir. Niyə kimi problemlər formalaşdıra bilir? Ümumi olaraq potensiallı gənclər, əgər ölkədə ali təhsil ixtisasları çoxdursa, istər-istəməz ali təhsil sahəsini seçim edirlər və digər sahələrdə artıq potensiallı gənclərin olması məhdudlaşır. Məsələn, peşə sahəsinə. Ölkədə peşə sahəsi var, amma peşə sahəsindən potensiallı gənclər, yəni abituriyentlər, buraxılış sinifində olan şagirdlər istiqamətlənmirlər. Ali təhsil var ikən biz niyə istiqamətlənək peşə təhsilinə? Düşüncəsi ilə ali təhsilə istiqamətlənirlər. Ramil bəy, çox üzr istəyirəm, sözünüzü kəsirəm. Zabit kimi formalaşmaq üçün hərbi sahəyə istiqamətlənmirlər. Bu da istər-istəməz ölkədə müəyyən problemlər formalaşdırır. Məhz ona görə də bildiyiniz kimi müəyyən bir buraxılış sinifində olanların, biz abituriyent deyildi artıq bunlara, abituriyentlərin müəyyən bir qisminin zəka səviyyəti yüksəkdir, müəyyən bir qismində aşağıdır. Yüksək zəka səviyyəsi olanlar istər-istəməz daxili imtahanla ali təhsilə istiqamətləndiyi üçün digər sahələrdə müəyyən problemlər formalaşır. Bu da əlbəttə həmin dövləti məcbur edir ki, artıq tələbə sayını aşağı çalsın. Vaxtımız azdır, suallarımız çox. Çox üzr istəyirəm. Siz indi ali təhsil və peşə məktəblərindən danışdınız. Bir də bizdə orta ixtisas təhsili var da, bilirsiniz, onlar da müəyyən kadrlar ixrac eləyir, hazırlayırlar. Bəs onların iş tapmasında da problem yaranır. Ola bilərmi ki, ali təhsildə ixtisas yeri, plan yeri çox olduğu təqdirdə istər-istəməz potensiallı gənclər ali təhsilə istiqamətlənir. Orta ixtisas təhsili, misal üçün tibb bacısı subsidiyəki çatışmazlığı formalaşa bilir. Yəni, istər-istəməz aşağı baldan toplayan abituriyentlərdən
tibb bacısı seçmək məcburiyyətində qalarsan, bu da gələcəkdə müəyyən bir problem formalaşdıra bilər. Və yaxud da peşə təhsilinə seçim məcburiyyətində qalırsan, müəyyən problem formalaşdıra bilər. Məhz ona görə də dövlət tərəfindən hal-hazırda artıq o 8% beynəlxalq standartlara endirilməyi tələb edir. Ona görə də Türkiyədə hal-hazırda Yüksək Öyrətim Qurumunun nümayəndələri məhz ixtisasların sayını məhdudlaşdıraraq ümumi düşünə bilirsinizmi? Türkiyənin bir universiteti, Anadolu Universiteti sadəcə tələbə sayı 1,7 milyondur. Yəni ciddi bir fərqdir və dünyanın ən çox filialı olan universitetlərdən biridir və dünyanın ən çox tələbəsi olan universitetlər sırasındadır. Bəli. Azərbaycan nümunəsinə indi biz baxaq və Azərbaycan ölkəmizlə müqayisə edək. Bizdə hal-hazırda 10,2 milyon əhali sayıdır. Buna uyğun tələbə sayı 210 min ətrafındadır. Yəni bizdə beynəlxalq standartdan biraz aşağıdır. 2,1%-dir. Məhz ona görə də hal-hazırda bizdə ali təhsil istiqamətində hər il plan yerləri artırılır. Xatırlayırsınızda bir il öncə 48 min, daha doğrusu üzrəm, 58 min arası plan yeri idi. Amma keçən il 60 min, 62 min oldu. Bəli. Yəni plan yeri hər il artırılaraq həmin o müəyyən sayı ortalamanı, beynəlxalq ortalamaya uyğunlaşmağa çalışılır və çox sevindirici haldır ki, bizdə dövlət tərəfindən plan yeri artdığı təqdirdə eləcə də dövlət sifarişli ixtisasların yeri də artır. Yəni dövlət sifarişli ixtisasların sayının da artması müşahidə olunur. Buna görə də hal-hazırda bizdə dövlət ali təhsil müəssisələrində təhsil alan sonuncu qəbul ilindən belə fikir bildirilən, Bəli. Dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrin 70%-dan yuxarısı dövlət sifarişli əsaslarla təhsil alır. Bu çox fərqli bir statistikadır həqiqətən. Bunu bəlkə də gənclərimiz və yaxud da valideynlər diqqət edəməyib. Düşünə bilirsinizmi? Bizdə hal-hazırda 210-220 balla dövlət universitetlərinə dövlət sifarişli ixtisaslarla qəbul olmaq imkanları var. Bəli. Yəni bu imkanlar da əlbəttə ki, dövlət tərəfindən verilir. Aydındır. Təşəkkürlər Ramil bəy. Plan yerinin artırılması, baxın peşə təhsilindən danışdıq. Elə peşə təhsilində də plan yeri mütəmadi olaraq artmaqdadır. Dövlət tərəfindən Türkiyədə peşə təhsil müəssisələrinin açılması, yüksək peşə təhsilində olan ixtisasların sayının çoxaldılması da məhz dövlətin təhsilə verdiyi diqqət və qayğıdan irəli gəlir. Aydındır. Ramil bəy, təşəkkür edirik. Yaxın 2-3 il içərisində bizdə də plan yerlərinin sayı kifayət qədər artacaq və haradasa beynəlxalq standartlara uyğun olaraq 3% ətrafında müəyyənləşəcək. Ramil bəy, çox sağ olun fikirlərinizə görə. Peşə təhsilinə doğrudan da ehtiyacı var. Yəni, müxtəlif sahələrdə kadr qıtlığı yaşaya bilərik və bu baş verməsi üçün bir çox gənclər tək ali təhsil məsələlərinə deyil, diplom peşə xətrini təhsili. oxumaq lazım deyil. Çünki onun diplomdan sonraki mərhələsi də var. Adamlar məktəbi qutarır, amma iş tapa bilmirlər. Söhbət ondan gedir. Oxuduğun, təhsil aldığın sahə sənə iş tapmağa imkan verəcəkmi? Bu imkanın varmı? Bir də o tərəfini fikirləşmək lazımdır. Yəni, necə deyim, biraz öncə görünmə olmalıdır da ki, mən bu sahəni bitirib harada işləyəcəm.